usikum və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bu cümə gününün xeyir və bərəkətindən bütün İslam ümmətinə inayət etsin inşallah. Allah Taalanın gözəl adları barəsində danışırdıq və neçə cümə biz fasilə etməyimizə baxmayaraq inşallah bugün də həmin adları davam edəcəyik. Həmin adlar barəsində danışmağı davam edəcəyik. Sonuncu dəfə Allah Taalanın Əl-Qəni ismi barəsində danışdıq. Əl-Qəni ismi barəsində danışdığımız zaman mənası budur ki, yəni çox zəngin olan, çox ehtiyatsız bu mənanı ifadə edirdi və Quran-ı Kərimdən neçə ayə Allah Taalanın Əl-Qəni ismi barəsində oxuduq. Allah Taalanın Əl-Qəni ismi barəsində danışdığımız zaman Quran-ı Kərimdə Allah Taala İbrahim əleyhissalamın barəsində buyurduğu ayələrdə Hz. İbrahim atası, yaxud təfsirçilərin dediyinə görə atalığı Azərə Allah Taala barəsində danışdığı zaman və o cümlədən qeyd edirlər ki, İbrahim əleyhissalamın bu həmin atalığı Azər bu məbudlara, əldə düzəldilmiş məbudlara ibadət edirdi. İbrahim əleyhissalam onu ayıltmaq üçün, ona agahlıq vermək üçün bu cür buyurur. Həmin Allah Taala həmin ayədə buyurur Məryəm surəsinin 42-ci ayəsində ki, Bismillahirrahmanirrahim. İz qalə li əbihi. İbrahim əleyhissalam atasına dedi. Yə əbəti, ey əziz ata, limə təbudu mə lə yəsməu və lə yubsiru və lə yuğni ənkə şeyə. İbrahim əleyhissalam Allah Taalada olan üç xüsusiyyəti, üç sifəti, üç adı önə çəkir. Deyir, nə üçün ibadət edirsən o varlığa ki, o səni görmür, həmin büt barəsində deyir. O səni görmür, eşitmir, lə yəsməu, eşitmir, və la yubsiru, görmür, və la yuğni ənkə şeyə, və səndən heç bir şeyi dəf edə bilmir. Səndən heç bir şeyi dəf edə bilmir. Yəni, və lə yuğni ənkə şeyə, yəni Qəni isminə Allah Taalanın misal olaraq İbrahim əleyhissalam həmin atalığı Azərə buyurur ki, Allah Taalada olan gözəl sifətlərdən üçünü önə çəkir. Bəs bildiyimiz kimi keçən cümə günündə də oxuduq ki, Allah Taala elə bir zənginliyə malikdir ki, heç kim, heç bir varlıq elə bir zənginliyə malik deyil. Necə ki, duada oxuyuruq. Ya Qəni min kulli Qəni. Ey o qəni ki, ey o zəngin ki, hər zəngindən üstündür. Hər qənidən üstündür. Bəs Allah Taalanın zənginliyi barəsində Allah Taala buyurur ki, Vəlillahi xəzəinus səməvəti vəl-ərd. Allah Taala buyurur ki, göylərin və yerin xəzinəsi Allaha məxsusdur. Göylərin və yerin xəzinəsi Allaha məxsusdur. Allah Taalanın zənginliyi barəsində danışdığımız zaman, Əl-Qəni ismi barəsində danışdığımız zaman bizim iki qənilik barəsində sözümüz düzəlir. İki qənilik barəsində bir mövzumuz baş tutur. Həmin qənilik ki, bir maddi zənginlikdir, bir mənəvi zənginlikdir. Maddi zənginliyə keçməzdən əvvəl mənəvi zənginliyi barəsində danışmaq istəyərdik ki, Allah Taala Zuha surəsinin 8-ci ayəsində buyurur: "Və vəcədəkə ailən fəəğnə." Zuha surəsində əvvəllərində Allah Taala Peyğəmbərimiz barəsində neçə ayə buyurur. Həmin ayələrin birində Allah Taala buyurur ki, Peyğəmbər, sən yoxsul idin, kasıb idin, fəəğnə. Allah Taala səni
ehtiyacsız etdi. Allah sənə zənginliyi bəxş elədi. Bilirik ki, Peyğəmbərimiz uşaq ikən anasını itirib, hələ dünyaya gəlməzdən öncə atası vəfat edib və Peyğəmbər çox çətinlik içərisində yaşayıb. Amma Allah Taala'nın bu ayədə buyurduğu ki, Peyğəmbər biz sənə zənginliyi verdik, amma Peyğəmbər də bir xüsus zənginlik içərisində olmayıb. Peyğəmbərin həyatına diqqət etsək, görərik çox zahidanə bir sadə həyat tərzi yaşayıb Peyğəmbər. Bəs Peyğəmbərin o həmin zənginliyinin təfsirçilər bu cür deyirlər ki, Peyğəmbər mənəvi cəhətdən zəngin idi. Maddi cəhətdən digər insanlarla bərabər yaşayırdı Peyğəmbər. O zənginlik ki, Allah Taala Qurani Kərimdə buyurur, o Peyğəmbərin mənəvi zənginliyidir. Hansı mənəvi zənginliyə malik idi Peyğəmbər? Peyğəmbərimiz elə bir xüsusiyyətə malik idi ki, başqalarının dərdi ilə Peyğəmbər yaşayırdı. Başqalarının dərdini özünə dərd edirdi. Bu elə mənəvi zənginliyin özüdür. Başqasının dərdini özünə dərd edəsən. Allah Taala buyurur Peyğəmbər barəsində ki, Peyğəmbər, Ya eyyuhər rəsul, ey Allahın elçisi, Lə yəhsunkəl-ləzinə yusari'unə fil-kufr, küfrə tərəf, günaha tərəf, surətlə gedənlərə görə kədərlənməginə. Peyğəmbərimiz görürdü ki, insanlar surətlə günaha tərəf gedir və surətlə günahla meyl göstərir. Allah Taala buyurur ki, Fələ və lə yəhsunkə, hüzünlənməginə, kədərlənməginə. Və o cümlədən Allah Taala başqa bir ayədə buyurur ki, Peyğəmbər heç onların sözündən də kədərlənməginə. Peyğəmbərin geniş bir qəlbə sahib olması, böyük bir qəlbə sahib olması onun mənəvi zənginliyinin nişanəsidir. Allah Taala Şərh surəsində buyurur ki, Ələm nəşrəh ləkə sədrək, Peyğəmbər biz sənin köksünü genişləndirmədikmi? Peyğəmbər biz sənin köksünü genişləndirmədikmi? Yəni Peyğəmbər geniş bir, zəngin bir qəlbə sahib bir şəxs idi. O cümlədən biz Peyğəmbərin böyük bir qəlbə sahib olmasını harda şahid oluruq? Ali İmran surəsinin 159-cu ayəsində Allah Taala buyurur ki, Fəbimə rəhmətən minəllah. Peyğəmbər Allah Taalanın sənə olan rəhmətindəndir ki, lintə ləhum. Sən onlarla mülayim rəftar edirsən. Sən insanlarla mülayim rəftar edirsən. Və lə kuntə fəzzən qəlizəl qəlb. Əgər Peyğəmbər sən kobud olsaydın, əgər möhkəm, sərt qəlbə malik olsaydın, lənfəzzu min havlik. Onlar sənin ətrafından qaçardılar. Allah Taala bir daha bu ayədə də Peyğəmbərin nə qədər gözəl bir əxlaqa, mənəvi zənginliyə malik olmasına misal göstərir. O cümlədən Peyğəmbərimizin həyatına diqqət etdiyimiz zaman bilirik ki, Peyğəmbərimiz neçə qız övladına malik idi. Bəlkə elə o mənəvi zənginliklərindən Peyğəmbərin o qız övladına malik olması da misal olaraq göstərmək olar. Xanım Xədicə salamullahi əleyha ilə Peyğəmbər ailə qurur, izdivac edir. Bilirik ki, xanım Xədicə Məkkə şəhərinin ən imkanlı şəxslərindən idi. Ən varlı şəxslərindən biri idi. Amma Peyğəmbər sallallahu əleyhi və alihi və səlləmlə ailə həyatı qurduğu zaman bütün mal dövlətini İslam dininin yolunda sərf edir, Peyğəmbərimizin yolunda sərf edir, İslam dininin yolunda sərf edir. Bəs bu həmin zənginlikdən Peyğəmbərin xanım Xədicə ilə izdivac etməsi, ailə həyatı qurmasından olan zənginlik qəsd olunmur. Və Allah Taala başqa bir ayədə buyurur ki, Peyğəmbərin möminlərə olan yaxınlığı nə qədərdir? Peyğəmbərin möminlərə olan nisbəti necədir? Allah Taala buyurur ki, Ən-nəbiyyü əvlə bil-müminə min ənfusihim. Peyğəmbər möminlərə onların canlarından da yaxındır, onların özlərindən də yaxındır. Bu, Həzrəti Peyğəmbərin bir daha mənəvi zənginliyə
sahib olmasının nişanəsidir və Allah Taala'dan duamız budur ki, Allah Taala cümləmizə mənəvi zənginlik nəsib eləsin inşallah.